Tamaşanın yaradıcı heyətinin bir qismi bugün bizim studiyamızdadır. Tamaşaya hazırlıqlar necə davam edir, məşqlər necə keçirilir, məşq prosesində yaşananlar, bunlar haqqında elə onların özlərindən soruşub biləcəyik. Studiyamızın qonaqları isə Azərbaycan Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov və əməkdar artist Şövqü Hüseynovdur. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz, Xoş gəlmişsiniz dostlar. Təbrik edirik sizi. Əvvəla bax, belə bir gözəl layihəni başlatmışsınız. İnşallah xeyirli, uğurlu olsun. Uğurlar arzuluyoruz sizə. Çox fərqli bir senaridir. Yəni, sıradan bir tamaşalardan biri deyil, belə deyək, əsərlərdən biri deyil. Bizim vətən naminə çox gözəl işlərimizdən birini siz səhnələşdirirsiniz. Real hadisələr üzərindədir. Biraz əvvəl də söylədiyimiz kimi. Düşüncələrini istədim bilim ilk olaraq Nicat. Mən təşəkkür edirəm. Bütün tamaşaçılar sabahınız xeyir olsun deyirəm. Əlbəttə ki, hər bir teatrın, hər bir mədəniyyət ocağının birbaşa borcudur ki, bu mövzuda nəsə hazırlasın və bizim qələbəmizdən çox uzun bir müddət keçməyib, elə o eşqlə, o şövqlə hələ də ürəyimiz döyünür. Bu qələbənin euforiyasını yaşayırıq. Bəli, yaşayırıq hələ də və o döyüşlərdə iştirak edən, istər şəhid olan, istər qazi olan bütün o igid oğullarımıza biz hamımız borcluyuq. Və bu əsərdə əslində döyüşlər gedən vaxt İlqar Fəhmi bir poema yazmışdı, Balaca Kişilər. Söhbət müharibənin ən gənc iştirakçılarından gedir. Yəni 18, 19, 20 yaşda olan gənclər ki, hamı düşünürdü ki, bu gənclər oynamaqla başlarını qatırlar, onlarda vətən sevgisi yoxdur, bir inamsızlıq var idi. Və poema ona həsr olunmuşdu və elə Mədəniyyət kanalı ilə bir yerdə biz onu elədik və durmadan sizin efirdə getdi. Sonra zəfərdən sonra biz İlqarla belə bir qərara gəldik ki, bəlkə bu poemanın qəhrəmanları əsasında yox, poemanın əsasında yox. Poemanın qəhrəmanları bir əsərin, piyesin qəhrəmanları olsunlar və İlqar çox maraqlı bir əsər yazdı ki, orada təkcə, belə deyək də, o uşaqlar yox, həm də tarixi personajlarımız. Çünki o 44 günlük döyüşlər vaxtı təkcə sağ insanlar, sanki babalarımızın ruhları da bizdən birləşmişdi və biz də bunu göstərməyə çalışırıq. Və o 7 gənc orada ilk dəfə döyüşə qatılan uşaqlar ki, uşaqdan kişiyə çevrilmək prosesi, uşaqdan qəhrəmana çevrilmək prosesi, biz tamaşaçılarımıza bunu göstərməyə çalışacağıq. Bəli, çox real hadisələrdən istifadə olunub, hətta onların əksəriyyətinin sübutları belə var, video yazıları belə var. Yəni ona söykənib işimizi davam elətdiririk. Düşünürəm ki, maraqlı bir tamaşa tamaşaçılarımızı gözləyir. Çünki tamaşanın çox yaxşı quruluşçu heyəti var, çox yaxşı aktyor heyəti var, ifaçıları var. Bizim rəssamımız çox maraqlı bir rəssamdır, Vüsal Rahim. Akademik Musiqili Teatrın baş rəssamıdır Vüsal. Çox maraqlı fikirlər qoyub ortalığa. İnşallah tamaşaçılar başqa bir aspektdən görəcək. Söhbət bizim köklərimizdən gedir. Və ssenografiyada da həmin o köklər necə lazımdırsa görünür. Çünki ot kökü üstündə bitər. Belə deyək də, biz də köklərimizi heç vaxt unutmamalıyıq. Biz Şah İsmail unutmamalıyıq. Biz babalarımızı, o qəhrəman xanlarımızı, Cavad xanı unutmamalıyıq. 7 gənc ifaçımız var bizim tamaşada. Teatrımızda 3 debüt var yeri gəlmişkən bu tamaşa ilə bağlı. Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbələrindən 3 nəfər, İlhan Sadıqov, Hüseyin və Rəvan üçü oynayırlar. Şövqü müəllim yeri gəlmişkən tamaşada bir erməni obrazı var. Onu da Şövqü müəllim ifa edir. 4 bizdə xüsusi təyinatlı obrazı var. Teatrımızın Aras Pirimov ifa edir əsas rollardan birini, Leytenant Həbibovu, Rəşad Səfərov, Rasim Cəfər, Respublika əməkdar artisti və Ramik ifa edirlər və 3 xan, bir də şah var. Yəni 3 xan, Hüseynqulu xan, Cavad xan, İbrahim xan və Şah İsmail. Maraqlıdır, həm o dövrə, həm də bu dövrə. Tamaşada hələ ona görə rəssam işi burada ilk rəssam işi də, yəni bizdə belə deyək də, ilk dəfə mən Şuşaya gedəndə, yəni torpaqlarımız azad olunandan sonra məni şoka salan bir şey olmuşdu ki,
kəndlər, o xaraba kəndlər və heç bir ağac filan, heç nə yoxdur da. Amma bütün xaraba evlərin içindən sanki bir ağac çıxıb evin damına çevrilir. O bizim ümidimizdir. Yəni həqiqət Ölməyən belə idi. ümidimizdir, Yəni mən görürəm bəli, necə o olur ki, ağaclar. kəndin içində ağac yoxdur, amma xarabanın içindən, evin xarabasının içindən hər bir evdən özü demək olar ki, ağaclar sanki damı əvəz edir. Əslində bu bizim üçün o 30 il ərzində bizə bir o mesaj idi ki, yəni tamaşada da bəli, tamaşada onu da quracağıq, məhz o fikir yaradacağıq. məni dartdı ki, bax buradan yəni yararlanmaq olar, buradan bura dirənib nəsə eləmək olar. İnşallah fikrimiz odur ki, aprel ayının əvvəllərinə tamaşanın premyerasını təqdim edəyik. Elə aprel döyüşlərinin Bəli, əslində ilk o dönümünə dövrdə təsadüf düzdür, edəcək. 44 günlük zəfərə Və həsr həsr olunur, olunsa da, amma elə 44 günlük zəfərin də başlanğıcı aprel döyüşlərindəndir. Aprel döyüşlərdə. Şövqü bəy, əslində düşünürəm ki, işiniz bir balaca çətin olub. Həm böyük məsuliyyət, həm də tamaşaçı qarşısına bir düşmən obrazı yaradaraq çıxmaq. Sizin hissləriniz mənə maraqlıdır. Sənət çətin sənətdir. Bəli. Və Amma siz bu çətinliklərin öhdəsindən həmişə layiqincə gəlirsiniz. təşəkkür edirəm. Sevə-sevə işləyirik bu tamaşanda. Nicat bəy ətraflı danışdı tamaşadan. İlqar müəllimin qələmindən çıxan bir əsərdir. Və məni tamaşada əsasən onun texniki tərəfi filan o qədər də maraqlandırmır. Əsasən onlar təbii ki, yüksək səviyyədə həll olunacaq. Əsasən iç tərəfidir ki, bu bizim bir borc tamaşamızdır. Bizim bir vicdan borcu tamaşamızdır və ləyaqət borcu tamaşamızdır. İnşallah ümid eləyirəm ki, bu borcu qismən də olsa biz səhnədə öz sənətimizlə yerinə yetirə biləcəyik. Əsasən gənclərdir və o da çox sevindiricidir səhnədə. Əsasən gənclər, yəni əsas qəhrəmanları ifa eləyirlər və çox maraqlı personajlar yaradılır, çox maraqlı yanaşmalar var. İç yanaşmaları var. Bayaq qeyd elədik, biz o qələbənin eyfariyasından hələ ayrılmamışıq. O qələbə eyfariyası ilə, o yəni, iç borcu ilə yanaşırlar gənclərimiz. Hər bir aktyor, elə yuxarı, orta nəslimizdə yanaşırıq və çox maraqlı bir, fərqli bir yanaşmadır. Əslində, Nicat müəllim qeyd elədi, o dövrə qayıdış, yəni şahlar, xanlar dövrünə qayıdış, onların bu dövründən müqayisəsi, yəni İlqar müəllimin dəfələrlə belə bir işlərinin şahidi olmuşuq, oxumuşuq, görmüşük və çox maraqlı dramaturji xətti var. Əslində filmlərimizdə var belə bir yanaşmalar, amma yəni filmdə daha rahatdır. Daha rahatdır. Filmdə yəni səhnəsində ustalıq tələb edir. Bəli, kadrları montaj eləmək filan daha rahatdır. Bəli, amma teatrda o daha çətindir, daha yəni dəqiqlik tələb eləyir, daha məsələn gözlənilməz keçidlər tələb eləyir. Mən hesab biləm bunların hamısının Nicat müəllim yəni daha dəqiq düşünür. Peşəkarlar bir araya gəlibsə dostlar biz inanırıq ki. Hesab edirəm ki, mənim oynayacağım obrazda yəni yeganə erməni obrazıdır. Mən arzu edirəm ki, Məlik Dadaşovun, dəyərli sənətkarımız Məlik Dadaşovun o Fəryad filmində erməni obrazı yaradır. Onun sonraki başına gələnlər, yəni tamaşaçıların o, belə deyək də, təpkiləri, o sizin də başınıza gəlsin. O xatirələrində söylüyürdü ki, dəfələrlə mənə hücumlar oldu. Yəni insanlar biixtiyar olaraq o acını yaşayıb, bax bu obrazın üzərinə getdilər. Düşünürəm ki, sizdə də belə olacaq. Çalışdığımız qədər, nə qədər yəni təcrübəmizdən istifadə edib, onların o vəhşiliklərin, onların münasibətlərin, vandalizmlərin, ümumiyyətlə münasibətlərin bir mövcudluqları hansı formada mövcud olan bir millətin nümayəndəsidir, onu təqdim edəyəm. Mən bir şey deyim, nə üçün mən, misal üçün, rol bölgüsündə Şövqü müəllimə həmin rolu vermək istədim. O da çox sağ olsun ki, qəbul elədi. Mənim üçün düşməni bəzi hallarda çox belə gülünç, çox belə zəif göstərənlər, mən düşünürəm ki, səhv edirlər. Yəni, düşmənimiz elə də zəif deyil, düşməndir. Və düşməni biraz da böyük göstərmək lazımdır əslində ki, igidlərin böyüklüyünü, onların qəhrəmanlığının böyüklüyünü biraz da qabarda biləsən. Ona görə mənə çox vacib idi ki, o rolu çox ciddi, çox belə komediya çevirmədən onun o içinin vəhşiliyini, içinin o minüzdülüyünü göstərə bilən
bir yəni aktyor olsun. O da çox böyük güc tələb eləyir. Ona görə mən Şövqü müəllimin üzərində dayandım. gözəl Yəni yanaşmadır məhz bu, ona çox görə doğru elə yaxınlaşdıq və şükürlər olsun ki, inanıram ki, bundan da yaxşı olacaq inşallah. Biz düz yoldayıq. Yəni heç nə qıcıq eləmir baxanda. Mən adətən məşqlərdə zalda oturub əvvəl bu belə razotka deyirik də. Qurduq elədik. Ondan sonra mən zala keçib əyləşəndə özümdən asılı olmayaraq tamaşaçı kimi baxmağa başlayıram. Məni qıcıq edir, etmir. Mənə hansı təsiri göstərir? Çünki tamaşaçı da elə baxacaq. Ona görə yəni ki, hələ ki, min şükür, çox yaxşıdır. Mən aktyorlardan bəzən adını demədim. Əsas rollardan Bəhram Əliheydər əsas rollardan birini ifa edir. Xaliq, Ümman, mən gənclərin adını çəkmişim. Nurlan. Yəni doğrudan da həqiqətən və Şövqün səhnədə onlarla bir yerdə olması əslində uşaqlara həm bir balaca belə hərdən tələbələrə xüsusən deyirəm ki, səhnədəsizsə, siz artıq tərəf müqabilisiz. Şövqü müəllimə hörmət edirsiniz, bu kənarda. Yəni, amma səhnədə sən işini görməlisən. Əgər sən onu tutmalısansa və yaxud da yıxmalısansa, nə etmək, bunu etməlisən. Həm də uşaqlara bir balaca belə deyək də şey verir, daha ciddilik verir. Onlar öz işlərinə daha ciddi yanaşırlar və çox yaxşı bir əslində işdir ki, müxtəlif nəsillər səhnədə bir yerdə belə bir tamaşada çıxış edirlər. Uşaqlar üçün böyük məktəb olacaq inşallah. İnşallah. Yəni, müxtəlif nəsillər dediniz. Sualım var, buyurun. Buyurun. Mən nə demək istəyirəm, Şövqü, Azərbaycan Respublikasının əməkdar artistisiniz. Bax, bu gənclərlə işbirliyiniz, indi rejissorun öz yanaşması, onları sanki bir psixoloq kimi yönəltməsi səhnəyə, böyük ifaçılardan, bunlar öz yerində. Amma sizin münasibətləriniz, sizin onlarla tandeminiz, bəzən elə ifaçılar vardır ki, tərəf müqabili məni sövq elədi burala. O məni oynatdı. O faktdır. Mən deyim, mən həmişə düşünmüşəm, biz həm də Nicat müəllimlə Mədəniyyət İncəsənov Universitetinin müəllimləriyik, gənclərlə işləyirik, tələbələrlə. Mən hesab eləyirəm, yaşlanmadan xilas olmağın ən yaxşı dərmanı gənclərlə işləmək. Həm də bir terapiya. Gənclərlə, bəli. Bizi əgər ayaqda saxlayırsa və bizim yaşımızı o qədər çox göstərməyə imkan vermirsə, bu gənclərlə işləməyimiz də çox gözəl bir həbdir, dərmandır. Biz əlbəttə ki, onlar nəyisə öyrətməyə çalışırıq, nəsə öyrənməyə çalışırlar səhnədə və yaxud universitetdə. Amma onların xəbəri olmadan biz onlardan nələrsə öyrənirik. Daha çevik düşünürlər gənclərimiz. Daha tez qərar verirlər. Daha kreativdirlər, müasir dildə desək. Zamanın bu tələbatlarına bəli. Və çox yaxşıdır ki, belə bir şansımız var, belə bir imkanımız var, fürsətimiz var ki, bizim yanımızda gənclərimiz var. Bəzən biz, yəni özümüz Nicat müəllimlə kənara çəkilib, bir söz olsa belə onu oynamağa hazırıq ki, gənclərimiz bizim dillə desək, baş qəhrəman oynasın, yanında dayanaq. Çünki çox vacib şeydir. Yəni nəslin inkişafı üçün vacibdir, səhnəmizin inkişafı üçün vacibdir, yenilənmək üçün vacibdir səhnəm. Buna da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, başqa teatrlarda olduğu kimi çox gözəl bir münbit şərait var. Yetər ki, nəsə eləmək istə. Heç bir gəncin qarşısında bir bariyer yoxdur. Gəncsən hələ gözlə. Xeyr, belə bir yanaşma yoxdur. Əslində biz bəzən gözləyirik ki, gənclər işini görsün və onlar da çox şükür ki, vicdanla teatra gəlirlər, vicdanla o müqəddəs teatrın qapısını açırlar, vicdanla o səhnəyə çıxırlar və ümid edirəm ki, böyük nəticələr əldə eləyəcəklər. Bu tamaşada onlar üçün çox gözəl bir tramplin olacaq səhnəyə gəlmələri. Və uğura gedən yolun heç də o qədər asan olduğunu görmürlər ki, məsələn, hər hansı bir rolu ərsəyə gətirmək üçün günlərlə, aylarla o obrazlar üzərində işlənilir səhnədə. Mən uşaqlara deyirəm, misal üçün o cavanlara, o debütantlara ki, hərdən bunlara çətin, bəli, əslində ən yaxın tarixi oynamaq çox çətindir. Yəni, keçmişi oynamaq, xanlar oynamaq, şahlar oynamaq. Bu artıq oynanılıb, obrazlar yaradılıb. Heç kəsin yadında deyil ki, onlar necə olub. Yəni, Şah İsmail necə olub, dəqiqliyi. Təxəyyül var da, təxəyyül var. Yalnız təxəyyülə görə də. Amma burada indi uşaqların ifa elədiyi obrazlar bizim yaxın keçmişimizdəndir. Hətta bugün sağ olanlar var onların içində, bizim tanıdıqlarımız var. Onların özləri də tamaşaçılar arasında olacaqlar. Ona görə də onları oynamaq çox çətindir. Onu düzgün oynamaq. Orada bu tamaşanın təhlükəli tərəfi odur ki, burada falş etmək olmaz. Onlara layiq Qəti şəkildə. olmaz. Balaca bir falş o andaca tamaşaçını qıcıq edəcək.
Periqrivit olma, bəli, lazım bəli. deyil. Və çox şükür ki, onların öz orqanikasına uyğundur bu rollar. Gənclərdən söhbət gedir. Bəli. Yəni demək olar ki, öz yaşlarıdır. Çox doğru deyirsiniz. Və onlar bu dövrü yaşayıblar. Bəli. Yəni o vətənpərvərlik hissi nədir, onları Bilirlər, görüblər, bəli, biliblər, bu mənimsəyiblər. yaxınlarda baş verib. Və çox şükür ki, rejissor tərəfindən, teatr tərəfindən onlara öz orqanikasında çıxış eləməyə şərait yaradılır. doğru söylədiniz. Onlara nəyisə məcbur edilmir ki, bu cür oyna, bu cür dayan, nə bilim, bu cür düşün filan. Tam azadlıq verilir, tam İnsanın rahatlıq verilir. içində var bu, sadəcə Çünki bu istiqamət elə bəli. tamaşalardandır ki, mütləq və mütləq öz içinlə, yəni bəzi tamaşalar var ki, bəzi texniki məqamlarla nəyisə həll eləyə bilirsən, amma burada Nicat müəllim demiş, yəni faliş eləməyə Bütün var icazəmiz gücünü yoxdur ortaya bizim. qoymalısan və düşünürəm ki, Bəli. Nicat bəy, bundan sonra da bu cür tamaşaların sayı çox olacaq. Çünki bu İnşallah. bizim bir ehtiyacımızdır. Bu Azərbaycanın cəsurluq, məğrurluq, mərdlik obrazını yaradan Azərbaycan gənclərinə biz borcumuzdur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Hər birimizin indi inşallah gələcəyinə yaxın filmlər də çox çəkiləcək, tamaşalar da hazırlanacaq. Dəfələrlə və illər keçdikcə daha mükəmməl tamaşalar ortalığa çıxacaq. Biz buna ümid edirik və bu tamaşanın ərsəyə gəlməsi üçün bu dəqiqə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bütün belə deyək də qüvvəsi qoyulub ki, bu tamaşa istər baş rejissor tərəfindən, istər teatrımızın direktoru tərəfindən ki, bu tamaşanı biz tez bir zamanda çatdırıb layiqli şəkildə çatdırıb tamaşaçılarımıza təqdim edək. Çünki mənim başıma gəlib bir neçə dəfə ki, mən bilirəm ki, tamaşaçı bildiyi mövzu, bildiyi hadisəni görəndə nə baş verir və dəqiq işləməyə çalışırıq. Görək indi nə olur. İnşallah düşüşü çox gözəl olacaq. Biz uğurlar arzulayırıq. Sizlərlə Yeri gəlmişkən tamaşada Mirələmov çox sağ olsun, bir neçə ifası yəni bizim üçün belə də oxudu. Bir neçə ifası gedəcək. Bizim solistimiz Mirələm. Bəli, Mirələmov. Bəli, Mirələm çox sağ olsun. Gözəl muğam ifaçısı. Bəli. Azərə təşəkkürümü bildirirəm. Sonuncu musiqini çox maraqlı bir musiqi düzəltdi bizim üçün, yazdı bizim üçün. Yəni əslində çox belə keyfiyyətli iş gedir. Görək indi nə olacaq. Bəli. Çox sağ olun. Minnətdarıq sizə. Minnətdarıq, uğurlar arzulayırıq. Və xatırladaq ki, Balaca Kişilər tamaşası haqqında sizə bir balaca məlumat verdi. Yaraca heyətdən bir neçə nümayəndə, hansı ki, İlqar Fəhminin ssenarisi əsasında, əsəri əsasında Gənc Tamaşaçılar Teatrında bu yaxınlarda, apreldə siz bu əsəri görəcəksiniz. Əsərin rejissoru əməkdar artist Nicat Kazımov və baş rolların ifaçılarından biri əməkdar artist Şövqü Hüseynov idi.